Xəzər dənizinin Lənkəran sahilində mazut qırıntıları üzrə çıxıb, neft qalıqları kilometrlərlə uzanan sahil boyu ərazilərdə yayılıb. Əməkdaşımız Nuranə Tələt qızı xəbər verir. Lənkəran Xəzər dənizinin sahil boyu ərazisindəyəm və burada narahat edici mənzərə ilə qarşılaşırıq. Qeyd edim ki, burada qara mazuta bənzər bir neçə belə deyək qarşımıza çıxan bu görüntülərdə də görürsünüz. Bunun kəskin qoxusu var. Bu qoxu burada yaşayan canlı heyvanlara, əsasən də balıq və quşlara zərər verir. Balıqçılar qeyd edirlər ki, qayıqdan istifadə edərkən dənizdə çətinlik çəkirlər, qara mazuta rast gəlirlər. Həmin mazut dənizdə qayığın hərəkətini də çətinləşdirir. Həmçinin görüntülərdə də görürsünüz, həmçinin sakinlər Xəzər dənizi boyu hərəkət edərkən getmir, ləkəsi qalır, qoxu ətrafa yayılır. Bunun səbəbini isə mütəxəssislər qeyd edir ki, dənizin geri çəkilməsi, dalğaların, ləpələrin sahilə vurarkən bu əvəzinə daha çox karbohidrogen tərkibli neft qalıqlarını üzə vurur.